Gəlin bu suala baxaq. Qarşı tərəfləri 7 və 9 olan dördbucaqlının daxilinə çevrə çəkilmişdir. İxtiyari dördbucaqlıdan gedir söhbət. Biz ixtiyari dördbucaqlı çəkək və deyir qarşı tərəfləri 7 və 9 santimetrdir. Və bunun daxilinə çevrə çəkilmişdir. Qarşı tərəf, yəni üz-üzə duran tərəf. Bura 7 olsun, burada 9 olsun və bu çevrənin radiusunu 4 cm verib. Radius 4 cm. Bizə deyir çevrənin sahəsini, daha doğrusu dördbucaqlının sahəsini tap. Belə bir düstur var. Əgər dördbucaqlının daxilinə çevrə çəkilibsə, onun sahəsi qarşı tərəflərinin cəmi vurulsun radiusa, yəni daxilə çəkilmiş çevrənin radiusuna bərabərdir. İndi qarşı tərəfi 7 və 9 verib. Yaza bilərik. S bərabərdir 7 plus 9 vurulsun radius, yəni 4 bərabərdir 16 vurulsun 4 bərabərdir 64 santimetrin kvadratı. Cavab 64 santimetrin kvadratı olacaq.